Gözən 2 dənə xanım rəfiqədir. Hə? Bir xanım çox intiqam alan xanımdır. Bir xanım da yox, belə mülayim xanımdır. İndi intiqam alan xanımla bunun arasında ünsiyyət pozulub. Düzdür? İndi gəlib bu Həlim xanımdan üzrxahlıq eləyib, məni bağışla, səhv edib də. O xanım bir dəfə deyib bağışladım sənə. Bir dəfədən sonra deyib bağışladım sənə. Düzdür? İndi bu səhv eləyib, ona deyir bağışla məni, bağışlamır. İkinci dəfə deyir bağışla məni, bağışlamır. 10 dəfə deyəndən sonra bağışlayır. Düzdür? İndi bu Həlim xanım nəticə çıxardı ki, gələn dəfə o da mənə belə eləsə, mən 10 dəfədən sonra bağışlayacağım. Yox, yox. İxtiyarın yoxdur. Sən o xanımı xarakteri ilə təhlil elə. O hisslidir, intiqam alandır, o şəkildə 10 dəfədən sonra bağışlayıb. Amma sən çox mülayimsən, səbirli və təmkinlisən, sənə bir dəfə deyəndə bağışlayırsan. Sənə Allah bu işi rahat eləyib. Onun üçün çətindir.